Salam dəyərli izləyicilərimiz, bugün sizə daha bir sual izah edəcəm. İngilis dili test sorğusu əvəzlik bölməsi səhifə 47, test bölümü 17 nisbətən çətin səviyyəli suallardandır. Şagirdlərin ən çox çətinlik çəkdiyi suallardan biridir. Testə baxırıq, ilk baxışdan biz hansı variantı kənarlaşdıra bilərik? Təbii ki, burada B variantı kənarlaşdırırıq. Səbəb odur ki, every əvəzindən sonra heç vaxt biz off verə bilmirik. Everydən sonra off verməyimiz üçün every one sonra off olmalıdır. Və ikinci isimimiz, ikinci nöqtələrdən sonra gələn isimimiz place isimdir. Və təbii ki, burada isim varsa biz artıq müstəqil gələk əvəzləri olan variantları atırıq. Çünki müstəqil gələk əvəzindən sonra isim olmaz. On place-də şəxsi məkan, öz məkanın anlamını verdiyinə görə isim olduğuna görə hörsləri, yəni son variantları kənarlaşdırırıq. Qalır burada C və D variantlarımız. Şagird ilk baxışdan baxarkən təbii ki, C variantı götürəcək, çünki düşünür ki, cəm isim, cəm feil var və bu düşüncəsi də təbii ki, doğrudur ki, cəm isim, cəm feil olduğuna görə təbii ki, burada ol veririk biz. Amma bunun ardını fikirləşmir ki, oradakı ismimiz bizim place təkdədir. Əgər sən əvəzliyi cəm verirsənsə, əvəzlidən sonra gələn ismi cəm verirsənsə, təbii ki, burada place ismi də cəmlənməlidir. Qoy bütün qızlar öz məkanlarına keçsinlər, öz məkanlarına alsınlar. Belə tərcümə etsək, məkan cəmlənməli təbii ki. Ona görə burada D variantı da olmur. D variantı olur, amma şagird dedi ki, D variantı səhvdir. Çünki ilk ofdan sonra cəm isim tək feil olmalıdır. Bəli, cəm isim tək feil olur ilk ofdan sonra. Amma burada take'in esi hardadır bəs? Takes olmalıdır. Deməli, let feilinə baxırıq, mürəkkəb tanımlığın feillərini xatırlayırıq burada. Mürəkkəb tanımlığın birinci qrup feilləri vardı, hansı ki let və make feilləri. Let və make feilləri özündən sonra to'suz, ing'siz və heç bir zamana girməyən, heç bir şəxsi qəbul etməyən feil tələb edirdi. O qaydaya əsasən biz take'in esini letə görə kənarlaşdırırıq. Amma doğru cavabımızda təbii ki, D variantı götürürük. Qoy hər bir qız öz şəxsi məkanına keçsin, öz məkanına keçsin, öz məkanına alsın. Bəli, ona görə cavabımız burada D variantıdır. Buna dillər ingilisində base form of the verb, yəni to'suz, ing'siz və heç bir zamana girməyən feil, birbaşa feilin özü base formu adlanır. Buna deyirlər base form of the verb. Bir daha xatırladım sizə. Deməli, yəni niyə burada bizim take'imizin esi getdi, take feilimizin esi getdi, atıldı. Çünki letdən sonra to'suz, ing'siz zamana girməyən feil verməliyik deyə take feilinin esi də kənarlaşdırılır və doğru cavabımızı D variantı götürürük. Çünki biz C variantı götürsək, burada gələ bizim ismimiz, place ismi cəmlənsin. Bu qədər hörmətli izləyicilər, növbəti izahlarda görüşənədək çox sağ olun.